Hər vaxtınız xeyir olsun gənclər. Söhbət puldan gedən videolarımıza qaldığımız yerdən davam edirik. Bu gün sizə hər zaman olduğu kimi telefonla pul qazana biləcəyiniz yeni bir sayt göstərəcəm. Kanalımızda yatırımsız pul qazanmaqla bağlı videolar çoxdur. Amma bu günlərin mən sizə göstərəcəyim sayt yatırım tələb edir. Düzdür, burada yatırımsız qazanmaq olur. Referans çağırırsınız, sizə bonuslar gəlir, belə qazana bilərsiniz. Amma sırf referanssız pul qazanmaq üçün yatırım eləmək lazımdır. Sayt haqqında ətraflı danışacağıq sizdən bir yerdə. Burada bir çox bölmələr var. Nə işə yarayır, nə qədər pul qazandırır, hamısını izah edəcəm sizə. Və buradan da bütün çıxarışları mən adətən Binance eləyirəm, amma fərqi yoxdur. Siz istənilən borsaya çıxarış eləyə bilərsiniz. Binance, Trust Wallet, yəni digər borsalar. Hamısına olur. Saytımız budur. Linkini verəcəm videonun altında. Həmin linkdən giriş eləyə bilərsiniz. Baxın, bu saytın verdiyi öz məlumatlardır. Hansı ki, mən hal-hazırda bu haqda məlumatlar verirəm sizə. Yəni, öz verdiyi məlumatda da bəs eləyir. Bura baxsaz kifayətdir. Deməli, sayta giriş eləyəndə birinci burada balansınızda 10.000 falan görərsiniz. Buna fikir verməyin. Bu, bir dəqiqə burada bir dənə işarəni aktivləşdirim ki, sizə rahat izah eləyə bilim mən. Aha. Deməli, baxın, burada rəqəmlər görərsiniz. Buna fikir verməyin. Əsas sizin balansınız buradakıdır. Yəni, məndə indi 51 dollar var. Ona görə 51 yazıbdır. Aşağı gəlirəm. Saytın pul qazandırma prinsipi necə işləyir? Bu heç müəyyən bu borsada olan coin qiymətləri falan bunları qeyd ediblər. Çünki sırf mining üzərində qurulan bir saytdır. Yəni, mining deyəndə pul yatırım edirsiniz, sizə gündəlik faiz verirlər. Belə düşünə bilərsiniz bu saytı. Gəlirəm bura. Nə qədər və necə pul qazandırır? Birinci bunu izah edeyim. Deməli, burada VIP paketləri var. Biz bilirik ki, bəzi saytlarda məsələn biz 20 dollar veririk, alırıq. Və bizə gündəlik 3 dollar, 5 dollar standart bir pul verirlər. Burada isə fərqlidir. Faizlə pul verirlər. Pulunuz nə qədərdirsə, onun faizini sizə gündəlik verirlər. Misal üçün, birinci paket deyir ki, baxın M1. Deyir ki, minimum 10 dollar yatırım elə və gündəlik 23% pul qazan. Yəni, siz 10 dolların üzərində də yatırım edə bilərsiniz. 15, 20, 25. Belə eləsəz, gündəlik 23% pul verir sizə. Misal üçün də belə baxaq. 10 dollar vurdunuz, gündəlik 2 dollar 30 sent qazanasınız. Biraz aşağı gəlirəm. İkinci paket məndə hal-hazırda budur. Deyir ki, 51 dollar və yaxud daha üzəri bir məbləğdə yatırım elə, 60-70 eləyə bilərsiniz. 25% verir. Yəni, məsələn, mənim bu puluma görə haradasa mənə gündəlik 10 dollar falan verəsidir. İndi sizlə bir yerdə yoxlayacağım hamısını. Bir dəqiqə, 10 dollar yox. Qarışdırdım. Ondan biraz çoxdur, nəsə. Aşağı gəlirik. Burada deyir ki, 200 dollar qoy, gündəlik 28% qazan. Yəni, belə baxanda görürük ki, deyir yatırım nə qədər çox olsa, sizə verilən gündəlik faiz o qədər artır. Biraz da aşağı gəlirəm. Misal üçün, deyir 800 dollar qoy, artıq 30% qazan. Yəni, belə paketin dəyəri artdıqca gündəlik verdiyi faiz də artır. Ortalama belə götürsək, yatırım elədiyimiz məbləğ 4 gün ərzində geri qayıdır. 3-4 gün ərzində. Artıq 3-4 gündən sonra nə qazansa sizin xeyrinizə çevrilir. Təbii ki, aşağıda indi daha çox yatırım eləyənlər də var. Yəni, yatırım istəyən paketlər də var. Misal üçün, deyir 3000 dollar qoy, gündəlik 38% qazan. İndi siz belə gəlib sayta 3000, 5000 pul vurmayasınız. Mən həmişə sizə bildirirəm ki, bu tip saytlara maksimum vurmaq olar 100 dollar, 150 dollar falan da belə. Durub 3000, 5000 biraz çox riskli olur. Saytın pul qazandırma prinsipini başa düşə bildik. Hər şey məncə hamıya aydındır. İndi necə yatırım eləmək lazımdır ki, bizə pul versin? Baxın, gəlirik bura, recharge bölməsinə, yatırım et bölməsi. Burada bizə 5 fərqli üsulda yatırım fürsəti verir. TRC20, BP20 USDT var. Həmçinin siz coin kimi də yatırım edə bilərsiniz. Tron coin'i, BNB coin'i. Belə. Baxın, bu məsələn, hansı kimi istəyirsinizsə, sizə verilən bu adresə pulu göndərirsiniz. Pulu göndərəndən də sonra Recharge Complete bölməsinə klik edirsiniz və təsdiq olur, köçür balansınıza. Bu qədər sadə. İndi, təbii ki, bu tip saytları hər birimiz tanıyırıq ki, riskli olur. Ola bilər ki, 1 ildə işləyə bilər və yaxud tam tərsinə, 1 günə bağlana bilər. Belə şeyləri nəzərə alın, ondan sonra istifadə edin bu tip saytlara yatırım edəndə. Tutaq ki, pul gəldi balansımıza. Burada avtomatik paketimiz aktiv olur. Məndə hal-hazırda baxın, deyir ki, current level, yəni hal-hazırki səviyyəniz budur. M2.
İndi buna uyğun mənə verdiyi pul, gəlirəm bura. Bir dəqiqə. Aha. Gəlirəm bura. Start var burada. Start bölməsinə vururam. Artıq başlandı. Ekranda 5-10 saniyə belə bir şeylər fırlanır və mənim gündəlik pulumu verir. Artıq bitmək üzrədir. 12 dollar 75 sent verdi. Görürsünüz? Gündəlik qazancım bu oldu. Təxminən bizim pulundan 21-22 manat. Bir də bunu mən ala bilərəm. Baxın 24 saatdan sonra. Gündə bir dəfə bizə bu fürsəti verir. Hər gün bir dəfə girib bunu alırsınız. Aldıq. Artıq burada bizim qazancımız da görsənir. Qazancınız olan kimi onu çıxarış eləyin. Çox adam fikirləşir ki, qalsın burada 5 gün, 5 gündən sonra toplam məsələn 100 dollar çıxardaram. Belə şey eləməyin. Çünki ola bilər 5 gündən sonra bəlkə sayt bağlandı. Yəni qazancınızı da çıxaramayasınız. Ona görə nə qazandınız çıxarış eləyin. Gəlirik profilimizə, ana səhifəyə daha doğrusu. Burada bir dəqiqə withdraw olmalıdır. Aha. Withdraw bölməsinə gəldim. 12 dollar çıxarda bilərəm mən. B20 kimdə çıxarış olur, TRC20, Troncoin kimdə çıxarış edə bilərsiniz. B20 rahatdır ki, limiti azdır. Bura mən yazıram 12.75. Bura isə adresim lazımdır. B20 adresimi gəlirəm Binance-dan götürməyə. Depozit deyirəm Binance-da. Burada seçirəm USDT. B20. Əla. Adresimi də buraya yapışdırım və confirm deyirəm. Çıxarışımız tamamlandı. Pulu göndərdilər. Təxminən 1-2 dəqiqəyə gəlir. Baxın, burada da deyir ki, ortalama 1-2 dəqiqəyə gəlir. Komissiya yoxdur. Bu kimi məlumatlar var. İndi pulumuz gələnə kimi mən sizə başqa bölmələrdə izah edeyim. Baxın, burada standart paketlərdə ala bilərsiniz. Yəni 100 dollar qoyub gündəlik 25% alarsınız belə. Bayaq dediyim şeylərdir. Bu sizin referans bölmənizdir. Burada sizin referans kodunuz var. Referans linkiniz var. Referans linki nədir? Siz bu linkinizi paylaşırsınız hər hansısa bir insanla, dostunuzla və yaxud tanımadığınız X biri ilə. Kimsə sizin linkinizdən qeydiyyatdan keçəndə sizin referansınız olur. Və həmin referansını sayta yatırım eləyəndə sayt sizə bonus verir. Misal üçün, referansınız gəldi sayta 20 dollar pul vurdu, sayt sizə 2 dollar bonus verəsidir. Belə düşünə bilərsiniz. Bundan başqa müştəri dəstəyi də var. Nəsə bir problem olanda, tutaq ki, şifrənizi yaddan çıxardarsınız və yaxud bir problem baş verər, Telegram müştəri dəstəyinə yaza bilərsiniz. Baxın, Telegram'a keçdirədim. Bura yazırsınız, probleminizi həll edirlər. Binance-a baxaq görək bizim pulumuz gəlirmi? Gəlməlidir. Hə, gəlibdir, pul sadəcə bildiriş verməyib Binance. Giriş eləyim, göstərim mən sizə. Görürsünüz, son aldığım ödəmə 12 dollar 75 sent. Burada da saat var, həmsi düzgün. Bir dəqiqə ərzində pul göndərdilər, hər hansısa bir sıxıntı da yoxdur. Belə gənclər, ödəmə sübutunu da gördük. Məncə hər şey başa düşüləndir. Nəysə də başa düşməsəz, yenidən soruşa bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.